Claro que se os resultados não pedir desculpa, não se pede desculpa. Desculpa é uma coisa diferente. Yani özür istemek biraz başka bir şeydir. O que nós pedimos é, obviamente, que nós estamos com os adeptos e percebemos aquilo que se passa com a insatisfação dos adeptos, naturalmente. Elbette ki biz azarkeşlerin isteklerini karşılamalıyız, yani sevindirmeliyiz onları. Biz bunu dərk edirik. Nós estamos a sentir o mesmo. Biz de onlarla eyni hissləri keçiririk hal-hazırda, yəni məğlub olmuş. Não era isto que queríamos dar aos adeptos do Azerbaijão, mas seguramente. Əlbəttə ki, yəni bu nəticələrə görə üzülürük ki, onları sevindirə bilmirik. Nem os treinadores, nem os jogadores. Yəni heç kim bu hazdakı duruma görə yəni sevinmir. Nə mən, nə məşqçilər, nə oyuncular. Nós estamos a tentar fazer tudo para reverter a situação. Biz əlimizdən gələni eləməliyik ki, bu vəziyyəti yaxşılığa doğru dəyişək. E por isso é que os bons jogadores e nós ali na cabine estamos todos tristes. Yəni yenə deyirəm, istər biz məşqçilər, istər oyuncular hamımız üzülür bugünkü. Ninguém está contente. Heç kim şad deyil, heç kim sevinmir. Agora, temos força para continuar a trabalhar e a trabalhar e a trabalhar para virar as coisas. É isso que vamos continuar a fazer. Düşünürəm, kifayət qədər də gücümüz var ki, işimizi davam etdirək və daha da E há de chegar o dia que os adeptos do Azerbaijão vão ficar contentes. Və o gün gələcək ki, Agora, Azərbaycanlı azarkeşlər, Azərbaycan futbol ictimaiyyəti də yəni nəticələrə sevinəcək. está a demorar mais tempo do que eu pensava? Sim. Bu düşündüyümdən biraz çox çəkəcək sual versəz, düşünürəm, deyə bilərəm ki, bəli. Mas eu sabia que não era fácil. Amma yenə deyirəm ki, mən dərk edirəm ki, bu asan bir şey deyil. Eu quando aceitei